Sual 1. 1593-cü il Abbasın yaratdığı Azərbaycan bəylərbəliyinin mərkəzi olub Ərdəbil. İlk rəhbərdə olub Zülfüqar bəy Qaramanlı. Ərdəbilin yerləşdiyi yer orada 1-dir. 1A. Şah 1. Abbasın 1604-cü ildə Səfəvi dövlətinin hakimiyyətini bərpa etdiyi ərazi 1604 Çuxursən, yəni İrəvan. İrəvanın yerləşdiyi ərazi 2. 2 də olacaq B. Cavab variantı. Sual 2. Səlcuq Sultanı 1. Məlikşah və Səfəvi hökmdarı 1. Abbasın fəaliyyət dövrlərinə də oxşardır. Hər ikisi paytaxtı köçürdüblər İsfahan şəhərinə. Məlikşah köçürdüb 1073-cü ildə, Abbas da köçürdüb 1598-ci ildə. Düzdür? Bu oxşar cəhətdir. Bir də hərbi islahat ilə nizami ordu yaradılması. Hər ikisinə aiddir. Cavab 1-3 variantı. Sual 3. Şah Təhmasib və Şah 1. Abbasın fəaliyyəti üçün oxşar cəhətlər. İkisi də Osmanlı ilə sülh müqaviləsi imzalayıblar. Təhmasib 1555-də Amasyanı imzalayıb. Abbas da ki 3 dənə müqavilə imzalayıb. Birinci İstanbul müqaviləsi, Sərab müqaviləsi, bir də ki Mərət müqaviləsi. Düzdürmü? Paytaxtı başqa şəhərə köçürülməsi. Bəli, bu da aiddir. Təhmasib 1555-də paytaxtı Qəzvinə köçürdüb. Abbas da 1598-də İsfahana köçürdüb. 1-3. Bir də Azərbaycanın cənub torpaqlarından Osmanlıları çıxartmaları da aiddir. Cavab 1-3-5 A variantı. 4-cü sual rahatdır. Hökmdarların ardıcıllığını verib Şah Abbasdan sonra hakimiyyətə Şah Səfi gələcək. Cavab B variantı. 5-ci sual. Səfəvi dövləti 16-cı əsrin sonu, bir də Səfəvi dövləti 17-ci əsrin əvvəlləri. Paytaxtın dəyişdirilməsi axırıncı dəfə olub 1598-də. Bu 16-cı əsrin sonudur. Xorasanın geri qaytarılması olub 1599-da. Bu da 16-cı əsrin sonudur. Bunu qoyacaq 1-ə. Osmanlı ilə müqavilə 16-cı əsrin sonunda da var, 17-ci əsrin əvvəllərində də var. Ortaya gedəcək. Təbrizin Osmanlılardan azad edilməsi 1603-dür, 17-ci əsrin əvvəlləridir. İrəvan şəhərinin geri qaytarılması da 1604-dür, bu da 17-ci əsrin əvvəlləridir. Cavab oldu burada D variantı.